Salamlayıram hər birinizi. Dünən bilirsiniz ki, ölkəmizdə çox ağır bir faciə yaşandı. Yol patrul xidmətinin əməkdaşı İskəndərov Şərif qardaşımız iki övladı ilə birgə Ağdamın Xaçın Dərbənd kəndinin ərazisində yerləşən Xaçın su anbarında batdılar. Ben bu videonu sırf onların doğmalarının isteğiyle, xahişiyle çəkirəm. Çünkü sosyal şəbəkələrdə hər ağlına gələni yazır, ailə və doğmalar bundan narahatdılar. Mənə zəng edib xahiş elədilər ki, Elçin, məsələ necə olubsa, səni xahiş edib bu cürdə işıqlandır. Mən də özümə borç bildim ki, bunu sizin nəzərinizə çatdıram. Deməli, İskəndərov Şərif yol patrul xidmətinin əməkdaşıdır, uzun illərdir. Və qeyd edeyim ki, İskəndərov Şərifin atası İskəndərov Şəmsəddin kişi də Azərbaycan polisi olub və 1-ci Qarabağ Savaşının şəhidlərindəndir. Bax, bunu da diqqətinizə çatdırım. Deməli, Şərifin iki övladı, Allah ruhlarını şad eləsin, Tunar və Fidan, bax, bugün imtahan verməliymişlər, 11-ci sinifi bitirdiklərinə görə. Şərif öz ailəsini yığır, işğaldan azad olunmuş Ağdamın Xaçın Dərbənd kəndinə, yəni Dədəbaba ocağına gedir. Deyir, gedim övladlarımla, ailemlə bir gün orada əylənim, vaxt keçirim, uşaqların fikri dağılsın və gəlim uşaqlar imtahanlarını versinlər. Bunlar gedirlər Xaçın Dərbənd kəndinə, yəni dünən. Orada Xaçın su anbarı yerləşdiyinə görə ailə gedir orada bir şəkil çəkdirməyə. Deməli, Şərifin ən kiçik övladının 12 yaşı var, o həyatdadır, Allah'a min şükür. Bu uşağın ayağı ilişir, düşür Xaçın su anbarına. Oranın da suyu lilli olduğuna göre bunu bilenler bilir, qatı halda olur. Bunu gören Şərif görür ki, övladı boğulur, qaçaraq özünü atır Xaçın su anbarına. Şərifin xanımı da bu zaman özünü çatdırır. Şərif bir təhər övladını çıxardır. Xanımı da övladının əlindən tutur, 12 yaşlı uşağı çıxardırlar. Şərif özü təngi nəfəs olur. Kızı yani Fidan bala, dünyadan köçen Fidan bala özünü çatdırır, gör atası boğulur. Heç nə düşünmeden o da özünü Xaçın su anbarına atır. Artık ata bala bunlar çarpışırlar ki sudan çıksınlar, bu alınmır. Şərifin yine dünyadan köçmüş Tunar balası, o da özünü atır suların qoynuna ve her üçü bir-birinə kömək eləmək cəhdi ilə beləcə boğulurlar. Orada çobanlar olur, diğer adamlar olur, ananın çığırışına çatırlar. Ana da özünü hatta suya atmak istəyir. İncebardan orada işleyen adamlar imkan vermirlər ananı özünü suya atmağa, yani Şərifin xanımını. Və beləcə bir ata və iki övladı bu dünyadan köçürlər. Yani işin əsası budur, məğzi budur, deyirlər çinməyə giriblər, neyniyiblər. Yani aile bunu qətiyyətlə onların doğmaları təkzib eləyir. Ağzınıza gelen danışmayın, qoy insanlar öz faciəsini yaşasınlar. Bizim insanların canında var da bildi bilmədi danışmaq, eləməyin bunları. Xahiş edirik sizdən. Zaten ailenin derdi ağırdır və süni intellektlə bəzi videolar hazırlayırlar, ailə buna da etirazını bildirir. Siz onların yanğısını artırırsınız. Mən Şərifin xanımına, onun doğmalarına, yerdə qalan o tək övladına səbir diləyirəm. Çok ağır faciədir. Allah millətimizi qorusun. Mən bu milletimizin ən pisinin belə ayağına daş dəyməyini istəmərəm. Belə. Allah Azərbaycan polisini qorusun. Yeri gəlmişkən Şərif özü də yol patrul xidmətinin uzun illər əməkdaşı olub. Şərifin atası Şəmsəddin kişi də Azərbaycan şəhididir, polis şəhidimizdir. Allah onun da ruhunu şad eləmiş olsun inşallah.